Salam. Bundan bir neçə gün əvvəl Gürcüstanın Kazbek ərazisindəydim. Kazbek ərazisi regionun təbiət turizmi baxımından ən məşhur yerlərindən biridir. Hələ sezona aylar olmağına baxmayaraq ətrafda çoxlu turistlər görmək olurdu. Azərbaycanda bu qədər turist sezonun heç ən yüksək vaxtında da olmur. Bu Kazbek elə bir yerdir ki, Azərbaycanda dağçılıq sahəsində istifadə olunan balonlar paytaxtımızda 1-2 mağazada tapılarkən, burada kiçik köşklərdə satılır. Amma narahat olmayın, yaxşı bir xəbərim də var. Nədir bu yaxşı xəbər? Kazbekdə kiçik bir marketdə Azərbaycan istehsalı məhsullar gördüm. Həm də birdən çox məhsul gördüm. Azərbaycan istehsalı məhsullar görmək məni çox sevindirdi. Amma hazır fürsəti istifadə edib sizə bir ölkədəki istehsalla bağlı bəzi məsələləri diqqətinizə çatdırmaq istəyirəm. Çünki əksəriyyət elə bilir ki, bir ölkədə məhsul istehsal edilirsə, onun iqtisadiyyatı güclüdür. Amma bu elə deyil. Başqa sözlə, bu ən vacib faktor deyil. Bəs nədir bu vacib faktorlar? İki şey deyəcəm. Birincisi, markanın sahibi olmaq. Yəni istehsal Çindədir, Banqladeşdədir, Hindistandadır, bunun fərqi yoxdur. Əsas odur, bir marka olsun və o markanın sahibi Azərbaycan olsun. İkincisi, o markanın satdığı məhsul və ya xidmət yüksək əlavə dəyərli olsun. Nə deməkdir bu? Misal üçün, Kazbekdə gördüyüm məhsullarımızdan biri qatıq idi. Yəni bir var süd, bir də var südün bir sonraki halı, bir başqa forması olan qatıq. Onunla eyni rəfdə isə Oraya adlı bir firmanın şirniyyatı var idi. Bu şirniyyat bizim qatıq məhsulumuzdan dəfələrlə kiçik olsa da, qiyməti demək olar bir-birinə bərabər idi. Baxın, görürsünüz, yüksək dəyərli məhsul budur. Daşıyarkən çox pulun çıxmır, amma qazanarkən çox qazanırsan. Yəni cəmaatın oğlu süddən Oreo düzəldib satır, biz isə süddən qatıq düzəldirik. Bu məzmunlu videolar xoşunuza gəlirsə, bəyənib paylaşmağı unutmayın. Hələlik.